Həyat olumdan və ölümdən ibarət. Getməməyimin səbəbi Xəbər verdiyimiz kimi, mərhum xalq artisti Yaşar Nurinin qızı Ülviyə Yaşar qızı vəfat edib. Yaşar Nurinin bacısı oğlu aktyor Nicat Rəhimov onunla bağlı paylaşım edib. Nicat Ülviyənin və Yaşar Nurinin arxiv fotosunu yayımlayıb. Qeyd eləyək ki, mərhum xalq artisti Yaşar Nurinin 49 yaşlı böyük qızı Ülviyə Yaşar qızı noyabrın 15-də səhər saatlarında ürək çatışmazlığından vəfat edib. Mən düşündüm ki, dünya biraz qaranlıq oldu. Əli və İslam Əhmədov qardaşları 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar. Mingəçevirdən olan qardaşlar Tərtər, Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti Aidiyə İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfəri zamanı şəhid qardaşların anası Sevinç Əhmədova ilə görüşüb. O, Mingəçevirə gələndə Əli və İslamın ev muzeyini ziyarət etdi. Mən onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı. Dərdimi öz dərdi kimi qəbul etdi. Ən çox övladlarımın döyüş yollarından, harda şəhid olmalarından danışdıq. Şəhidlərin anası görüş barədə danışarkən deyib. Qeyd edək ki, Əli və İslam Əhmədov qardaşları vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. Yayılan videoda məclis iştirakçılarından biri səhnəyə yaxınlaşaraq müğənniyə pul uzadıb. Lakin ifaçı jesti mədəni şəkildə geri çevirib və həmin şəxsə qulağına nəsə deyərək uzaqlaşıb. Bu davranış izləyicilər tərəfindən bir mənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi müğənninin hərəkətini nümunəvi davranış adlandıraraq onu dəstəkləyib, digərləri isə toyda pul verilmə ənənəsinin nümayişkaranə şəkildə edilməsini tənqid ediblər. Qeyd eləyək ki, görüntülərdə müğənninin kimliyi açıqlanmasa da, hadisə sosial mediada geniş maraq doğurub. Aparıcı Leylan Mustafayeva əməliyyat olunub. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Leyla bildirib ki, illərdir sol qulaq pərdəsindəki dəliyə görə eşitmə qabiliyyəti zəifləmişdi. Əməliyyatım uğurla bitdi. Bundan sonra yaxşı eşidəcəm. Səhhəti pisləşən əməkdar artist Yadigar Muradov Milli Onkologiya Mərkəzinə yerləşdirilib. Aktyorun boğazındakı şişlər nəfəs borusunu sıxır. Bu səbəbdən beyin yarımkürələrində qan sızmaları yaranıb, hazırda reanimasiyadadır. Həkimlər həyati təhlükəsi olduğundan əməliyyata risk etmirlər. Xatırladaq ki, Yadigar Muradov bir müddətli onkoloji xəstəlikdən əziyyət çəkir. O, bundan öncə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Amerika Birləşmiş Ştatlarında aparılan yeni araşdırma xərçə ilə mübarizədə ümidverici nəticə göstərib. Massachusetts Amherst Universitetinin alimləri siçanlar üzərində sınaqdan keçirilən nanohistəciyə əsaslı superpeyvəndin şişlərin böyüməsini və yayılmasını tamamilə bloklaya bildiyini açıqlayıblar. Məlum olub ki, peyvəndlənən siçanların 80%-dən çoxu melanomadan tam qorunub və ağciyərlərə metastaz tamamilə dayanıb. Tədqiqatçılar xüsusi lipid nanopartikullarından ibarət yeni köməkçi maddə hazırlayıblar. Bu struktur immun sisteminin xərçəng hüceyrələrini daha dəqiq tanımasına və sürətlə məhv etməsinə imkan verib. İkinci mərhələdə mədə-altı vəzi, döş xərçəngi və melanoma üzrə testlər də yüksək nəticə göstərib. Şişlərin rədd edilməsi 69-88% arasında dəyişib və siçanlarda yayılma müşahidə olunmayıb. Araşdırma Cell Reports Medicine jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, insan sınaqları hələ başlamayıb, lakin bu platforma gələcəkdə bir çox xərçəng növünə qarşı universal peyvənd kimi istifadə oluna bilər. Alimlərə görə klinik sınaqlar uğurlu olarsa, bu texnologiya xərçəngin bədəndə yayılmasının qarşısını alan ilk effektiv müalicə üsullarından birinə çevrilə bilər. Aparıcı Aytən Səfərova uşaqların dərs yükünün çox olmasından şikayətlənib. Bu barədə o, Xəbər ertəsi verilişində danışıb. Aytən Səfərova tədris sistemindən narazı olduğunu bildirib. Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir? Niyə onları bu qədər yükləyirlər? Mən elə gəlir, hər müəllim elə düşünür ki, şagirdlərə ancaq onun dərsi keçilir. Onların bugün uşaqlıqlarını yaşamağa belə vaxtları yoxdur. Sistemi də elə qurublar ki, birinci siniflər əlifbanı ABC ardıcıllığı ilə yox, qarışıq öyrənir.
səslənirlər. A-dan sonra M gəlir. Artıq əski bir söz demək istəmirəm, amma hər şey göz qarşısındadır.